Hamiləliyin 36-cı həftəsi və hamiləlikdə baş gicəllənməsi, baş dönməsi və halsızlıqla əlaqəli hansı önləmlər alacağıq? Hamiləliyin 36-cı həftəsində dölümüz artıq 2 kilo 500, 2 kilo 700 qramdır. Uzunluğu 46-47 santimdir. Bədəndə doğuşa hazırlıqlar başlayır, daha doğrusu başlayan hazırlıqlar davam edir. Dölün başı aşağı doğru enib, həm döl dönüb başı aşağı, həm də baş çanağın içində yavaş-yavaş aşağıya enir. Bu enmə bizə nəfəs almada rahatlıq verir, dışarıdan baxışda qarın biraz aşağı enmiş kimi görünür. Mədəyə basınc azalır. Yəni buradan yuxarıdan rahatlayırıq. Amma bu dəfə də sidik hissəsinə daha çox basmağa başlayır və hamilə sidiyə sıx-sıx çıxma, az-az çıxma kimi şikayətlərlə müraciət edir. Əslində bu normaldır. Bel ağrıları artır, çanaq sümüklərinin ağrısı artır. Özəlliklə axşamlar aşağıya doğru baskı, ağrı hiss edir hamilə və bunlar hamısı yalançı sancılar, doğuşa hazırlıq mərhələsidir və olması əslində yaxşıdır ki, doğuş da onu göstərir ki, yüksək ehtimal doğuş zamanında olacaq. Hamiləlikdə baş gicəllənməsi olur bəzi hamilələrdə. Əslində, yəni bir 30% hamilə bundan şikayətlənir. Periodik olaraq, təbii ki, yəni mütəmadi baş fırlanması olmur. Amma müəyyən periodlarda, müəyyən saatlarda daha sıx olmaqla baş dönməsi görünür, baş gicəllənməsi, halsızlıq yaşanılır. Bunların bir səbəbi hormonal dəyişikliklərdir. Yəni əslində bütün səbəblərin içində o hormonal dəyişikliklər var, amma hormonal dəyişikliklərə təbii ki, biz təsir edə bilmirik. Progesteronumuz artıb və ona görə təzyiqimiz düşür, halsızlıq olur, yuxu halı olur. Amma digər şeylər hansılar ki, bizdən asılıdır. Məsələn, təzyiq düşməsində nə etməliyik, qan azlığı varsa, şəkər oynamaları qanda varsa nə etməliyik? Bu haqda danışacağıq. Təzyiq düşməsi daha çox birinci trimestrdə olsa da, son trimestra qədər də davam edə bilər. Bunu tənzimləmək üçün, bu təzyiqi normallaşdırmaq üçün gün içində duzlu ayran içmək, 2-3 stəkan, bol maye tükətmək, 2-2,5 litrə, 1 fincan qəhvə içmək və tünd şokolad, kiçik bir, yəni az miqdarda tünd şokolad tükətmək məsləhət görürük. Qan azlığı baş dönməsinə səbəb ola bilər. Təbii ki, hamilənin qanını biz 2 aydan bir, hətta böyük həftələrdə ayda bir yoxluyuruq. Gərəkirsə dəmir səviyyəsini, feritini yoxluyuruq və ona görə korreksiya aparılır, dəmir preparatı təyin olunur. Şəkər oynamaları biraz qidalanma ilə əlaqəlidir. Yəni hamilənin onsuz da insulin qalxmasına meyilliyi var hamiləlikdə baş verən dəyişikliklərlə əlaqəli. Bu da nəyə gətirir? Deyək ki, səhər yeməyində biz karbonhidrat istifadə ediriksə çox miqdarda, məsələn, çörək yedik, bal yedik, mürəbbə yedik, deyək ki, kaşa yedik. İlk yediyimizdə özümüzü yaxşı hiss edirik, çünki şəkər qana keçir, bizə enerji gəlir və başımız dönmür, aktivik. Hardasa 30 dəqiqə sonra bizim insulinimiz pika çatır və şəkəri düşürməyə başlayır. Amma insulin ifrazatı hamilələrdə çox olduğu üçün həddindən çox düşürdür və yeməkdən hardasa 1 saat sonra baş gicəllənməsi, şiddətli bir halsızlıq, baş dönməsi baş verir. Burada biz nə tövsiyə edirik? Deyirik ki, qidalar protein ağırlıqlı olsun, yağ ağırlıqlı olsun, karbonhidrat ağırlıqlı olmasın. Özəlliklə belə pasientlərdə. Özəlliklə əgər şəkərə meyillik varsa, bu artıq ayrı bir mövzudur. Amma yoxdursa da bilə və siz belə şəkər düşmələrini yaşayırsınızsa, siz az-az sıx-sıx qidalanmalısınız və protein və yağ içərikli qidalarla qidalanmalısınız. Bunlar nədir? Məsələn, səhər yumurta, kəsmik, onun yanında bir dilim çoğdar çörəyi ola bilər, zeytin ola bilər. Ondan sonra, deyək ki, 3-4 saat sonra 4-5 ləpə qoz, badam, quru meyvə 1 ədəd. Sonrasında yeməkdə ətin yanında, yəni bu qırmızı ət ola bilər, balıq, toyuq ola bilər, yanında tərəvəzlər olsun, salat şəklində, yəni makaron, düyü, kartof şəklində olmasın. Çünki o da sizin şəkərinizi artıracaq və sonra birdən-birə düşürəcək və siz özünüzü halsız hiss edəcəksiniz.